Bir müddət öncə Səidə Bəkir qızının Baxta YouTube kanalında dövlət dilimizlə bağlı geniş müzakirə aparmışdıq. Yəni bu müzakirə də təsadüfi seçilməmişdi, mövzu təsadüfi seçilməmişdi. Çünki 2026-cı il yanvarın 5-də Prezident İlham Əliyev milli televiziya kanallarına verdiyi geniş müsahibədə həm də Azərbaycan dili, dövlət dili məsələləri üzərində geniş dayanmışdı və Azərbaycanın dövlət dilinə verdiyi önəmdən danışmışdı. Eyni zamanda qeyd etmişdi ki, bu sadəcə olaraq Azərbaycan Respublikasının dili deyil, bütün dünyadakı Azərbaycanlıların dilidir və onun qorunması birbaşa Azərbaycan dövlətinin məsuliyyətidir. Və təbiidir ki, biz də daim dil məsələlərinə həssas adamlar kimi bu məsələnin müzakirəsini YouTube kanalında apardıq. Səidə Bəkir qızı suallar verdi, mən cavablar verdim. Kifayət qədər etik çərçivədə, ədəb çərçivəsində danışdıq, fikir mübadiləsi apardıq. Heç kimin xətrinə dəymədik, heç kimi aşağılamadıq. Amma olan oldu. Yəni bir gün keçdikdən sonra gördük ki, aləm qarışdı bir-birinə, yer yerindən oynadı. Nəymiş? Sən demə, Azər Əsrət Rus dilliləri təhqir edibmiş. Necə etmişəmmiş? Videoya baxanda bir kəlmə də olsun təhqir yoxdur. Təhqir bir yana, təhqirə eyham belə yoxdur. Bəs bunlar hardan çıxardılar ki, mən Rus dilliləri təhqir etmişəm? Hə, sən demə, mən demişəm ki, illər öncə barlarda danışılan dilin Rus dili olduğunu demişdim, məni linç etmişdilər. Belə ifadə işlətmişəm orada. Və adamlar buradan çıxış edərək iddia edirlər ki, mən Azər Əsrət deyirəm ki, Rus bölməsində oxuyanların hamısı bara gedirmiş. Barlara ancaq Rus dillilər gedirmiş, Rus bölməsində oxuyanlar gedirmiş və başlayıblar səs-səsə verib kölgəmi baltalamağa. Ki, Rusları, Rus dilliləri, bilmirəm kimisə təhqir etmişəm. Təbii ki, ağlı başında olan, az da olsa beyni işləyən adamlar götürüb o verilişə baxar, 50 dəqiqəlik verilişdir və görər ki, orada heç bir təhqirdən söhbət getmir, gedə də bilməz. Çünki mən Azər Əsrət bunu özümə yaraşdırmaram. Siz bir yana. Bəs necə oldu ki, bu hayküy qalxdı? Bax, sualın cavabı da buradadır. Məsələ ondadır ki, mən illərdir deyirəm ki, Rus məktəbləri, Rus dillilər Azərbaycanın 5-ci kolonudur. Azərbaycanın Axilles dabanıdır. Düzdür, onların arasında həqiqətən də milli mövqeyi ilə seçilən adamlar az deyil. Amma əksərən bu adamlar anti-Azərbaycan mövqedədirlər. İndi biri çıxıb deyəcək ki, bax, mən dövlətə bağlıyam, prezidentə sadiqəm, nə bilim, Azərbaycan üçün çalışıram. Necə düşünürsən ki, mən Azərbaycana qarşı? Təkcə Rus dilini yaşatmaq üçün bu qədər can atmaqla siz Azərbaycana qarşısınız. Çünki Rus dili işğalçının dilidir. Rus dili zorla bizə yeridilib. Bizi Ruslaşdırmaq istəyiblər. Alınmayıb. Amma sizin kimi az sayda adamlar da olsa qalıb ki, onlar hələ də Rus təsirini Azərbaycanda yaşatmaq istəyirsiniz. Mənim həyəcan təbili çalmağım bununla bağlıdır. Yoxsa nə işim var mənim kimin hansı dillə təhsil alması, hansı dili öyrənməsi ilə? Dəfələrlə o verilişdə də demişəm. Heç bir millətə nifrət etmirəm. O cümlədən də Ruslara. Dəfələrlə demişəm. Əgər kimsə Rus dili öyrənmək istəyirsə, çox yaxşı edir, düz edir, öyrənsin. Lazımdır. Hətta təşviq edirəm adamları ki, Rus dili də öyrənin. Başqa dilləri də öyrənin. Amma bu şeyləri bir kənara bıraxıb Azər Əsrət
Rusları təhqir etdi, Rus dilini təhqir etdi deyib toz duman qoparanlar var. Və indi bilin, bunlar kimdir bilirsiniz? Bir tərəfdə Moskva köpəkləridir, o biri tərəfdə də Tehran köpəkləri. Bunların dərdi Rus dili dərdi deyil. Hətta onların arasında mən elələrini gördüm ki, heç Rus dilini bilmirlər. Amma Rus dilini məndən müdafiə etmək istədilər. Tehrana bağlıdılar, köpəklik edirlər, Farslara, Quma, Məşhədə, Tehrana. İt kimi hürürlər hər zaman kölgəmə. O adamları daim görürəm mən. Mən Azərbaycanın milli maraqlarını qoruyuram. Milli maraqlarına xidmət edirəm. Əlbəttə ki, öz çapımda, gücüm yetdiyi qədər. Bu köpəklər isə Moskvaya və Tehrana xidmət edirlər. Ona görə də bunlar mütləq dövlətin xüsusi nəzarətində olmalıdırlar. Belə adamlar Axilles tabanıdır Azərbaycanın. Bunlar 5-ci kolondur. Kimsə uşağını Rus məktəbində oxutdu deyə mən onu o uşağı bara gedir demədim. Ümumiyyətlə isə bir daha deyirəm, barlar pis şeydirsə, niyə orada elit dili olaraq Rus dilindən istifadə edilir? Bir bu sualı verin özünüzə. Elə Rus dilli mediada qarşıma çıxdı ki, bəli, elit barların əsas dili Rus dilidir və Azər Əsrət kimiləri ora buraxmazlar. Belə bir ifadə yazmışlar Rus dilində ilə. Bunu Rus dilli media yazır Azərbaycanda. 5-ci kolon deyil sizdə, nə siz? Moskvaya xidmətçi deyilsiniz də. Kimsiniz? Azərbaycan prezidenti dövlət dilinin müdafiəsi ilə bağlı məsələ qaldırır. Bizim kimi fəallar da bu məsələnin müzakirəsini açır. Siz dərhal əl-ayağa düşüb, olmayan yerdən Azər Əsrətin adına bir-iki söz yazıb, aləmi qatmışsınız bir-birinə. 5-ci kolonsunuz. Artıq özünüzü gizlədə bilməyəcəksiniz. Bilməzsiniz də. Bəlkə də sizin Moskvadakı, Tehrandakı ağalarınız tapşırıq verib ki, belə olmayan yerdə hayküy salın. Buna da əminəm. Çünki siz deyə bilərsiniz, biz Azərbaycan dövlətinə bağlıyıq filan. Boş şeydir. Öz millətinə bağlı adam niyə uşağını Rus dilində oxutmağa zərurət hiss etsin ki? Həmişə deyirsiniz ki, Rus dili öyrənir, nə pis şeydir ki, daha yaxşı öyrənsin deyə. Mən də həmişə buna qarşılıq olaraq demişəm. Sizin uşağınız o qədər kütbeyindir ki, bir dili öyrənmək üçün 11 il məktəbə getməlidir. Hansı əsrdə yaşayır? 6 ay, 1 il. İstənilən dili otur öyrən. Kursa göndər, müəllim tut. Nə çətin şeydir ki? Və ümumiyyətlə, niyə məhz mütləq Rus dili öyrənməyə zərurət hiss edirsiniz? Görürsünüzmü? Bu suallar açıqdır. Buna görə də kölgəmə hürməyin. Qulaqlarınız görünür. Cənab Prezidentin bir sözü var deyə əvvəllər deyirdi ki, bəzi məsələlərin arxasından erməni qulaqları görünür. Bax, indi bu sizin güya Rus dilliləri təhqir etdiyimi iddianızın arxasından da Moskvanın və Tehranın qulaqları görünür. Tehranı bilirsiniz niyə deyirəm? Çünki Tehran bizim kimi adamları həzm edə bilmir. Ümumiyyətlə, milli xəttdə olan hər kəs Tehranın və Moskvanın özdə birlikdə hədəfindədir. Komanda gəlib, düşmüsünüz ortalığa. Yana-yana qalacaqsınız. Partiya-partiya qalacaqsınız. Azərbaycan bir türk dövlətidir. Azərbaycan bir milli dövlətdir. Bura Rusiyanın kolonu deyil. Bura Tehranın əlaltısı deyil. Bura bir müstəqil dövlətdir. Və biz bu müstəqilliyi canımız, qanımız bahasına axıra kimi qoruyacağıq. Və siz də yavaş-yavaş yox olub gedəcəksiniz. Xatırlayın, 30 il, 35 il öncəki vəziyyəti. Bakının mərkəzini demirəm. Kənar məhəllələrdə belə Rus dilindən keçilməz bir durum vardı. İndi gedin görün.
Təmizlənirsiniz, təmizlənəcəksiniz. Dil öyrənirsiniz, özünüz bilərsiniz. Heç kim sizə qarışa bilməz. O cümlədən də mən. Amma Azərbaycan dilini arxaya itələyib də Rus dilini təpəmizə çıxarmağınıza izin verməyəcəyik. Verməmişik, verməyəcəyik. Məni təhqir də edə bilərsiniz. Arxamca cürbəcür söz söhbət də qoşa bilərsiniz. Hər şey edə bilərsiniz. Amma bilin, biz bu davadan vaz keçmədik, keçməyəcəyik. Bu video müraciətimdə anlayanlar üçündür. Anlamazlara onsuz da heç nə anlata bilməyəcəyik. Anlasalar belə ağaları, Moskvadakı ağaları, Tehrandakı ağaları onlara anlamağa icazə verməyəcək. Çünki onlar qul psixologiyasına malikdirlər. Manqurtlaşıblar. Onlara nə komanda gəlsə, o komandaya uyğun da hərəkət edirlər. Bax, deyəcəklərim bu qədər. Bir daha deyirəm. O paylaşılan videolar var ya, kəsib paylaşırlar. Və başlıq qoyurlar. O başlıqlar mənim sözüm deyil. Açın, 50 dəqiqəlik video var. Səidə Bəkir qızının YouTube kanalında. Tamamına baxın. Və sonra da canınız çıxsın, məndən üzr istəyin. Demədiyim sözlərə görə, məni təhqir etdiyinizə görə. Adamın bir mənliyi, şərəfi, əxlaqı olar. Oradan beyinsizsiniz ki, götürüb ona baxmadan məni təhqir edirsiniz. Kimsə bir şey uydurdu deyə. Bəlkə sizə elə o yalanlar, uydurmalar lazımdır ki, fürsət gözləyirsiniz, mənim kimiləri təhqir edəsiniz. Ki, biz prezidentin dillə bağlı dövlət siyasətini müdafiə edən adamlarıq. Bax, sizin mahiyyətiniz budur. Yenə də ilişdiniz, yenə də özünüzü faş etdiniz və Azərbaycan xalqı da sizin doğrudan da 5-ci kolon olduğunuzu anlamış oldu. Onun başqa adı yoxdur.